Erich Fromm Sevmək sənəti kitabında belə deyir. Sevmək sadəcə bir duyğu deyil, o bir sənətdir. Rəsm çəkmək kimi məsələn, musiqi bəstələmək kimi, öyrənilməli, yaşanmalı, yaradılmalı olan bir sənət. Biz sevginin nə vaxtsa gəlib qapımızı döyəcəyini və biz də açıb onu qarşılayacağımızı gözləyirik. Ancaq sevgi təsadüf deyil, o bir bacarıqdır və sən onu öyrənməlisən. Sevgi qayğıdır, qarşındakı insanı duymaqdır. O danışmasa belə onu dinləyə bilməkdir. Sevgi ən əsası da məsuliyyətdir. Yalnız yanında olmaq deyil, ona görə seçim etmək, onun yükünü bölüşə bilməkdir. Sevgi hörmətdir, dəyişdirmək yox, onu olduğu kimi görmək və qəbul etməkdir. Bir sözlə, sevgi nə sadəcə his, nə də sadəcə ehtiyacdır. Bir insanın içində səssizcə böyüyən, əməli ilə sübut edilən və sədaqətlə yaşanan bir varoluş seçimidir.